Bəlkə də o bir zamanlar sevilmişdi. Gördüyünüz bu yetimin adı Fəqandır. Simon kimi tanıyırlar bunu. Uşaq evində böyüyüb. Uzun illər A ölümün qurbanı olub. Bir il bundan öncə biz onu küçədə çəkiliş edib reabilitasiya mərkəzinə yerləşdirmişdik. Ödənişini isə Türkiyədə yaşayan həmyerlimiz ödəmişdi. 3 ay müalicədə qalandan sonra müəyyən səbəblərə görə 8 aylıq həbs olundu. Artıq həbsxanadan çıxıb və bu vəziyyətdədir. Heç kimi yoxdur. Onun nə qapısını döyən var, nə də adını sevgi ilə çağıran.